Qız Allah. kəsilməyibdi. Tutuyorsak hələ qız kəsilməyibdi, molla kəbini kəsilibdi. Boy dedem, bu kız da Allah pağını çıxartdı. Bala sen yerde yatan xəstəsən. Sən nəyə lazım, nəyə evlənmək? Başa sal aşağı evində eşiyində otur. Bax, onunla ailə quran onun evinin əlindən alacaq. Gözəl, mən öyle səndiri, görəsən. Evində maşını da satdı, evini də satdı. Görəsən, gözəl. Onun əlindən axır əvvəl o evi çıxartmasa o uşaq rahatlamayacaq. Mənlik deyil. Mən qarışmıram. Özlər bilərlər. Kiminsə işinə mən qarışmıram da. Əlbəttə bizim mal yersi odur qardaş. Malın itirən o olacaq. Bizim nə işimizə qalır? Nikaha girməyibdi. Özü bax telefonla danışıram da nikaha girməyibdi. Elə biləm onunla kəbilmirəm. Tutu deyir. Hə, mən tutuyla danışıram da. Danışırdım. Əla atla şeylə var edəmi gözəl. Əvvəl var idi, indi daha danışmıram. Gözəl, deməli onun başın yoldan çıxartdılar. Onun başı işte onsuz da normal işləmirdi. O qız ağılsız. Biraz da öyrətdilər. Onu gül kimi evin satdırdılar. Gəldilər çardaqda mansardan ev aldırdılar ona. Salam ana. Salam, xoş gəldiniz. Bu gözəl, bu bəyək pis şey yazdı. Qoy mən bunu çıxardım. Mən bunun profilini tanıdım. Nə yazdı ki? Bəyək sən yazdın bir üzüm qızdı, bir üzüm gəlin olub. Bu da başladı səni ələ salmağa ki, bunun başı işləmir, qız nətər doğa bilər. Onu at bloka. Cəmaat burada elə bilməsin, mən hər şeyi oxuyuram. İndi durub sən müxatirə qoşulursan. Bax bu sözü yazmaq nədir, qoşulmaq nədir? Ay sağ ol da, nəyə qoşulsa deyəsə salam. Bəs mən ona görə hər adamı deyirəm ki, qoy biz yoxlayaq sonra qoşaq, gözəl. Burada dostumuzla düşmənimizi seçək. Və sən o sözü yazırsan, təzdən də müsafir atırsan. Sən hansı yola qulluq edirsən? Onun profilində oğlan uşağı şəkili idi. Mən dedim, bəlkə oğlan oynayaq. Bu Nicablı xanım sitədə durubdu, mən də bir qəbul şeylədim. Amma şeyləmədim, çıxmadı. Namaz aşıqdır. Bu yaxşı qanun dərsən. Hər halda pis adam olmaz. Çıxdı. User, nə ilə bağlı qoşulmaq istəyirsən? Sən de görüm hələ. Mən burada bütün yazıları oxuyuram, ha. Bütün yazıları oxuyuram, elə bilməm. Ona görə bilirəm ki, kim pis yazır, kim düz yazır. Qoşulanın seti yox deyil. Seti yoxdur. Set olmayan da tuta bilmir də danışmır. Günorta üstüne yeməyim var. Pişimisən gözəl. Aş var, aş. Səhifəndə bir şey çıxdı TikTokda qabağıma. Padlusta tutmuşsan deyirsən xoruzu pişimisən, onun şeyidir. Demirəm, o aşı dəmə qoyub düşdüm məhliyə. Nətər? Aşı dəmə qoyub düşdüm məhliyə. Ay maşallah. Gözəl, mən məsələn 38 yaşım var, bu yaşa qədər ət yeməmişəm də, ət yeyən adam deyiləm. Məsələn, mən aşı dəm... Yox, ət yemirəm, amma ət yeyə bilmirəm. Məsələn, o aşağı ki, ət dəydi, mən o aşı yeməyəcəm. Onun dərdindən mənim üçün adilini düyü dəmləyirlər. Sən adam, mən olmasa mən yemərəm ha. Ay, o gözəl, mən ət yeyə bilmirəm. Hələ bax, mənim yoldaşım var, hələ necə deyərlər, döşəməli aşı deyir, hələ mən indi görəm. Ay maşallah. Sağ ol. Böyle gör. Bahar, səni göndərəm Ərdoğanın yanında, get. Xanımdır mı, bəydir mi bilmirəm, seti gəlir. Vallahi, mən də bilmirəm, amma seti çox zəifdir. Xanım, sən bəysən, xoş gəldin. Salam. Salam.
bayramımızı təbrik edirəm. Neçə bir illərə çıxasın, sağlığı ilə. Qarışıqlıdır anam, bacım, qarışıqlıdır. Gözəl, sən yoldaşına çox yaxşı baxırsan, sənin paxıllığını çəkirlər. Sənin yoldaşın da yaxşı insandır. Sağ ol. Çox Əlbəttə. ağır insan. Xanım Yusifət cənub zonasından Sən ona da. qiymət verirsən. Xanım Yusifət cənub zonasındandır. Nəticəsindən tutdu. Lisva. Hə? Masalı tərəfdənsiniz, xanım. Lənkəran. O, Lənkəranlara buradan qucaq dolu salamlar. Sağ ol, çox sağ olun. Allah köməyiniz olsun. O bayram dediniz ki, Tutu ailə qurubdur. Mən də sevindim. Tutu kimə gedib? Valla bir dənə oğlana gedibdi. O tərəfin adı nədir? Uzağa gedibdi, bilmirəm. Özəl tutu özü deyilsin. Təki yaxşı. Tutu özünə. Təki yaxşı olsun. Ona da ürəyim. Hədə də səndə yalan məlumat olmaz. Axı bir avazda onun özü ilə Sən danışır. soruş, mənə bax, Naxçıvan bibidən soruş da bilir. Eləmi? Yo da sən bir avazda tutun özü ilə danışırsan. Yalan olmaz axı özü deyib yəni. Tutu ilə mən danışdım, sonra danışmadım. Danışmıram. Salam Rəşad, salam. Hadi atası ona da ki, böylük eləmədi. Da heç olmasa əri ona böylük eləsin. Yazıqdır da. Hədə. Amma bir şey deyim. Tutu özü də dəcəl qızdır da. Tutu özü də Hə, dəcəl. biraz elə belə dərin düşüncəli deyil. Arada bir şuluqlar eləyir arada. Şuluq qızdır. Sadə idi biraz. Dərin düşüncəli deyil. O sadəlik deyil, ay şey, ay xanım. Sadəlikdən əlavə biraz elə bir yem olurdu kiməsə. Özü yem eləyirdi. Hoş geldin. Salam Turan, salam necəsən? Bayramımız mübarək olsun. Ay canlı ehli, canlı sahibi, canlı dolu. Ay gəl belə gəl buranın yaraşığı, haralardasan? Açıldı. Güzelliği. Bəri bax, sağ dedim altıncı günə. Bəri bax, sağ dedim Demədim, altıncı. ayın 21 Sağ saat bir dedim tasvir. altıncı, Benim o bir 21 səhvime dedim takip atmayan ayaktan hainler. altıncı gündə düşür. Sana deyirdim bazar günü, dedim ben gözün görmeye altıncı günə düşür. Vay valla 21'di bilmiyorum. 21 bu 6. gün değil mi? Hadi büyük altıdır. Aa, gel. Ben tutma deyiblər. Gel bir bu uşağa deyim tezlikləsin. Bak şimdi bak hele. Kurttular ben o səhvime takip atmırdılar. Cehennem atın. Bir at kim atmıştı? O bir səhviye takip. Sağ olsun, var olsun. Sizden bakayım. Çok sağ olun, var olun. Yallah. Ben o bir səhifə tam silindi o bir səhifə nəsə bilmədim. Dünədən cəhənnəm oldu silindi getdi. Vay Sabit. Evet. Sabit hökuməti. Vay bu Ruslan kişi deyir orada bir şəkil qoyuyor. Vay salam. Salam nərdənəsin? Yox, Var xanımdır, xanım. Xanımdır. Ha, Ruslan kim değil adın koymuşsun sevgili? Zarafatsız Ha, siz haralısınız? Ben İmişli'de İstanbul'da. Ha, çox yaxşı. Yaxşı gününüz olsun. Var olun. Siz hardan koşulursunuz hanım? Lənkərandan. Ha, çok güzel. Lənkəranda olmuşam yaxşı belə sərinlik istirahati yerler. Gözəl yerdir. Lənkəran Astara. Orada bir tane de Şadlık Sarayı var ya. Orada koydu oldu. Meşenin içindedir Şadlık Sarayı. Sabit salamımı almadı. Niye almıyor? Ay neredenesin? Sabit'in yarın var. Diye Sabit salamımı almadı diyor. Neredenesi yaxşı kızca. Biz o həmişə burada görürük. Gözəlmə təəssüflə var ne yok. Səhər verilişinə çıxmışdı. Sağ ol kardeşim, siz yaxşı olun. Ne dersen Ruslan'ın sevgilisi? Dedim ki, Zaur səhər verilişinə çıxmışdı. Başlayacaq səhər verilişi olacaq. Bəs mən nə deyirəm ki, səhər veriliş olacaq da ATV iştirakçıların biri də olmayacaq. Müğənnilər. Yox. Səhər veriliş. Ancaq o çox yaxşılıqlar elədi. Zaur çox yaxşılıqlar elədi insanlara. Yalan sonra Belfaz'ın kılıncına gelsin. Mənə bax bacım, anam. Bax, yaxşı.
Orada Arzunudur. Ondan sonra Yazıları biabır elədi, xəstə özü reytingi yılmağın batında. Bak anladı, Zaurdu. Ondan sonra anladı. Ondan sonra Zarina'dı. Efiri pozanlar birinci başta. Zarina. Ondan sonra Arzu. Onlar böyle Arzu böyle diye. Güya ki o yıkıldı, o hanım Arzu yıkıldı, kravatın üstüne, o divanın üstüne. Yalandan ne bir şey diye koyurdu özünü o. Bak Efri pozan ben Zahir müəllimə bir dəfə deyirdi ki Efrin qaydaları var. Ağın çıxartmışdı Zahir müəllim. Bak Arzu. Ondan sonra nədir o xanım? Zarina. Zarina. Ondan sonra bir dəsi. İki nəfər qaldı. İki nəfər. Onlar Efri pozdular. Ona görə də yetimin verilişi bağlandı. Bir de Esmira. Bak Esmira. Ceyran. Aldın. Hadi gelin. Bak Esmirası. Ceyranı. Arzusu. O birisisi. Efri pızdılar. Ona görə də Zahir müəllimin verir. Zahir müəllim eləsini seçib çağırmalıydı ki, hadi bacımın biri gəldi. Aynen, ne çayın var hazır için. Ay Hoş gülü. geldin. May gülü. May gülü. Bayramın mübarək. Sağ ol siz namussunuz. Nə dersən, nə var, nə yox? Az mən Ceyran anamdan işin olmasın, ne az. Aygün. Zeyranım, Aygün ne Zeyranım. dersen Aygün? Yaxşılasınız. Aygün sen bilirsən də mən sən xətrimi çox istəyirəm Aygün. Ha, sen keçmiş ki qaynanın göz ameliyat olmadı orada. Gözəl. Onda o qadında gözəl gözlük deyil problem. Onda elə bir ki, dəri artıqlığı var, dəri yumurdu, gözün Mən qabağına. əsəb olmayacaq ona. Elə kaynanələrin gözü görməsə yaxşıdır, gəlinlər görməsin. Ay sizə qurban olur. Amma Aygün də yəqin məndən inciməz. Həqiqətən Ceyran ananı çox istəyirəm də mən. Yəni o da Yox, vış Ceyran ana həqiqətən analardan. pis olmayıb. Mən kimi nə var dediyində var. Quran haqqı. Ya valla yaxşı adamdır, pis adam deyil. O da istəyər. Mən onu çox istəyirəm. Nə bilim, özümdən asılı deyil, onu çox istəyirəm. Ay sənə qurban olum. Onun uşağı deyirsiniz, ya xoşbaxt olsun. Onun gül kimi evi, eşi, gəlib də əlavə orada ev istəməyə. Gözəl, qulaq as. Oğlunu Gör qoy qardaşı evinə. sənə nə deyir? Allah haqqı deyirəm, billah haqqı deyirəm. Əgər Ceyran ana bugünkü gündə Aslanı ora qoymursa düz eləyir. Niyə düz eləyir? Qoy mən sənə bir şey deyim də qardaş. Aslan 96 təvəllüdlü bildiyim qədər. Aslanın 30 yaşı var. 30 yaşında cəmaatın 3 dənə yerdə evi var. Bala ged özün bu saxladı. Ged ev al da özün. Nə istəyirsən bu arvaddan? Bu arvadın xoşmasına qalırsa, bu arvadın xoşması, o da gözəl. Ceyran ana da sən kimi də hökumət verir. Bu evi onun öz evi deyil ha. Müvəqqət qaçqında Dövlət bu. verir və ondan Zəngilana gedəcəklər. Dövlət Zəngilan, hə, Zəngilan qaçqınıdır. Ona görə ona müvəqqət hökumət verir bu evi. Bala nə istəyirsən bu arvaddan? Bu arvadla bərabər ev almışsa. 30 yaşın var da ged ev alırsan. Az yox, mən özüm ayrılmışdım. Mən heç kim ayrılmıyor. Mən özüm ayrıldım. Aygün, sən neçə təvəllüdsən Aygün? 89. 89. Gözəl. Söyləməm var. Gözəl səndən yaşıddır Aygün. Mən bilirdim mən də sən Aslanla böyüksən Aygün, amma yəni elə bildim 2-3 yaş fərqimiz var. Allah'a and olsun var. Bu Aygün var. Üstünə görə də demirəm, dalında da demişəm də. Aygün orada var ha. Bir ikilərlə nənsə var ha. Tərbiyəli xanım bu da. Aygün mərd qızı Quranın. Efirdə də mənim yanımda oturmuşsun. O vaxt mən Kübra xanımın xətrini çox istəyirəm. Bir xeyli vaxt bundan qabaq, 4-5 ay, bəlkə də 6 ay bundan qabaq, bəlkə də ilə yaxındır. Kübra xanım biraz o vaxt Aygün üstünə gəldi. O biraz incidim o şeydən, Kübra xanımdan. Yəni təhləməklərinə biraz incidim. Baltalayır, hamını baltalayırlar, sonra yaxşı olurlar.
Amma Aslanın 3-cü arvadı heçdir. Mən burada deyirəm. Özündən razı, özündən hündür gedən, salam verirəm, mən belə deyir. İndi şeyə çıxırıq da, verişə çıxırıq. Salam deyirəm, xoş gördük. Hə, düz deyirsən, egoist. Ay tövbə, bax bu bərəkət haqqı. Amma onun yerinə Aygün yaxşıdır. Yox, Aygün mərd qız. O şey ailə qurublarsa xoşbəxt olsunlar. Vallahi heç kimlə işiniz olmasın. İndi gözəli gözüm çıxdıya salıblar. Az, indi mənəm. Gözəl. Gözəl vallahi gözəli gözüm çıxdıya salırlar. Özləri də bilir ki, gözəli haqsız yerə gözüm çıxdıya salırlar ha. Amma Allah görmür orada. Gözəli heç kim gözüm çıxdıya salanmaz. Onun burada bizim kimi qaqaları var. Asiman orada. Bənədir. Ha? Asiman işləyir deyənə saxlayıblar orada. Asman bu Aşımanı da hələ saxlayıblar ki, Aygün. Hə, axşam canlı atmışdı sığınacaqda. Məndən 5 metr ayaq üstü ölür, arıq çayını ilə 2 dənə işdə işləyir ya o. Qoyursan, hər oğlun işi dörü. Hər oğlun işi. Aygün, özünə hörmət eləyən oğlan öz can sağlığını da fikirləşər. O gedir 2 işdə işləyir, özünə hörmət qoymur da. Bir adam özünə düşünər də. Mən ona dedim ki, Asman. Ehtiyac var, Aygün, can sağlığından önəmli nə var? Bir gedir səhərə qədər yuxusuz qalır. Ay Aygün, ay sənin başıma dönüm. Onun pullarını yiyəni mən bilirəm kimlər yiyir. Bax bu gözəl oğul bilir, mən oradayım. Aslı şeydi, qız ərə gedib balaca qız. Hansı? Dünən dedi ki, ərə gedmişim, ərimin evindəyim rayonda. Tutu. Ay gedibdir. Kimə gedib? Nikah kəsdirməyib, Molla Kəbrini. Kimə gedib? Tanıdığımızdır. Yo, elə bildi Atabezar mən dedi da efirdəki Atabe iştirakçısı olubdu o da. Elə. Zari ilə dalaşıb, Zari ilə o gedə dalaşıb da. Bax, mən Ay gözəl, Zari ilə axırı itaxırına dönüb. Əgər qəbul eləmir, o gədə qəbul eləmir. Zarın qastinsiyası bağlandı, qalıb ortalıqda. İndi dizinə deyir ki, Allah, mən deyinədim. Yox, hər evdə söz söhbəti olur. Biz də döyülmüşük də. Gərək 5 uşaq atıb gəlməzdi. Hə, yox, düz eləmədi. Mən hamiləli qadın, üzr istəyirəm bacılarımdan, qardaşlarımdan buradan. Mən 8 ayında hamiləli qadın təndirə düşür ki, salıblar məni. Məni elə az vurublar ki, hassa ilə, çomaqla məni vurublar. Allah'a and olsun. Mən çomaqla döyülmüşəm, hassa ilə ki, məni saldı küncə. Dostlar, eşidin, görün gözəl nə zülümlər. İbrət götürün, hə, ibrət götürün. Qaynım məni belə deyib, ay tövbə ki balamcan haqqı. Qaynım məni təbii bax, yuh. Hələ sağ qalmışam. Sonra təzəndən qaynanam toğladırdı, baldızım belə əl atırdı, saçımı yonurdu. Mənim ən birinci evladım bundan sonra düşdü. Güzel, sən nələr çəkmişsən orada Buna gözəl, görə sən də nələr. xanımlar gedir ərə, ay mən gün görmədim. Mən inək də sağmışam, camış da sağmışam. Ondan sonra fındıq da yığmışam, qoz da yığmışam, tərvəzim doldu, camaat hamı bilməyir. Hər şeyim oldu. Hələ üzr istəmək bacılarımdan, qardaşlarımdan, dönə-dönə üzr istəyirəm hamısını. Kişini vandan içinə çimizdirirdim də, orasını qırxırdım, burasını qırxırdım. Təmiz qoyursunuz. Ələ işləmir, əyağı işləmir. Halaldır sənə. Az öncələr onu eləmir. Deyir, arvadı kimizdir. Allah səndən yoxdur gözəl. Qurana and olsun, əllər belə, ayaqlar işləmir, o ayıb olmasa orasına da, burasına da qırxırdım, təmizlədim, ayaqqabısını. Allah bunu ölməsin. Sən açığı danışa bilirsən. Ama yetim neynesin de bundan güzel arvad ne istiyor ya? Onlar deyil də, olanlar deyil. Qədrini bilmədilər. Mən olanları deyirəm, deyək xəstə deyək, budur da bu. Bu özü içmə bilir, ay sənə qurban olun. Şəklini də saxlayıb şəklini. Bəli, bu çimə bilər, baxın, ay cəmaat, hanı onun şəkili? Onun şəklini tapım mən. Sən el oğlana nə əzəb getmişdin? Qardaşıma demişəm nə üçün getmişim, mən bilirim. Sənə nə maraqlıdır, deyirsən ki, bax, soruş gör, invalidə niyə gedib? Bax, onu niyə soruşursan, qardaş?
Ne yazırsınız burada? Elə şəxsi suallar verməyin, xahiş edirəm. Balaca kişidir ki, ay qız. Ay gözəl, bunu nəyinə getmirsən gözəl? Çomaqla gəzir ya. Allah kömək olsun. Allah kömək olsun. Əgər o çomaqla gəzir gözəlin başını oynasın. Çomaqsız gəlsən neyniyərdin? Mən Hadi qulağı çək. Allah zəhləsin. Gözəl, yox, çox korun Tövbə Sabit düz yer. Elə gör o qəsrlə gəzməsə gözəl yazıqlar. Valla deyirəm, yarım tökülürəm, neyini? Sən boylu buxunlu, o niyə çıxılıdır bə? Allahdan qismət. Hər şey Allahın əlindədir, bilmərəm. Valla gözəli qədrini bilərdilər. Yəni gözəl, maşallah, nur topu kimi sarılan qız gedib onu. Mən tərbəzə girdim onların eşiyində. Mənim lobiyalarım şırtılı. Onlar tərbəzə girdi. Özü daşlığın içində girdim ha. Onlar tərbəzlər heç əmələ gəlmirdi. Gəlib baxırlardı, baldızım, qaynanan baldızımı tualatdı baldızım, mən hamamdan çıxıb, başımı yuyub çıxanda bastı məni döydü. Məni ən çox döyülən baldızımdan qaynanam döydü. Bir də ki qaynım. İndi mənim evladım, ölən evladım, indi məni məktəbdən qurtarmışdı mənim birinci evladım, ən birinci evladım. Deyirəm qaynənə, baldız, nə haqla əl qaldırır gəlinə, mənə çatmır da. Bu birbaşa. Mənə çatmır da, ay boyka. Mən də deyirəm ki, onun qədrini bilməkdən ki, oğlumuzu qəbul edib, hər halında çox... Bir dənə iskanlara əlini belə vuranmırdım. Cehiz aparmamışım. Xoşbəxtçilik olur. Gözəl, nədən vurulmuşdular səndən? Ən birinci nədən başladılar, belə oldular? Ən birinci növbədə deyil. Ən birinci cehiz üstündə. Nə gətiribsə özünə gətirib də. Nə gətiribsə özünə gətirib də. Sənə gətirir. Yox, boyka, fikir vermirsən, bu cehiz üstündə çox ailələr dağılır, sən bunu gətirmirsən, mən bunu gətirmirəm. Ümumiyyətlə, bu gəlin özünə gətirir də, nə gətirirsə sənə gətirir. Mən başa düşmədim, bəlkə qız yiyəsin, heç pulu yoxdur cehiz verir. Cehizlə xoşbəxtçilik olur. Özünə gətirir də. Qızın atasının cehiz almağa pul yoxsa, sən o qızı almayassan. Belə bazarlıq olur. Nə gətirirsə, gəlin özünə gətirir. Mənə nə? Bilmirəm nə gətirmədi. Birincide xoşbəxt olmadım. İkincide deyirəm Allah sənə şükür ki, indi gün görürəm mən. Şükür, gözəl, şükür. Şükür bu günümə. Min şükür. Ay gün. Bu məsələləri xanımlar hamısı söhbət edir. Cehiz belə, cehiz elə. O mən bilsən yaralı yerimdə. Nə gətirir, özünə gətirir. Sən kimsən, sənə nə? Mən başıma it olub sürüblər. Amma elə qadınlar var ki, necə deyərlər, mən dözmüşəm, 7 il dözdüm, dedim da bəs. Boşu ilə cəhənnəmə boşasın. Yüzlərinə dolu dedim ki, boşayın, mən boşamaq istiyorum, boşayın. Sən boşandın. Özləri. Dedim mənim qızıllarım var idi, bax buradan belə. Olmamı? Bahtədir. Kimi aparıb qoyub banqa? Şimdi burada deyilən sözdür. Batmayıb ki onlar. Valla cehizdir, toydu, boş şeylərdir bunlar hamısı. Mənim başıma it olub sürürdülər. Əgər kimsə kiminləsə yaşamaq istəmirsə, min cür bəhanə tapır. İndi onlar istəməyib gözəli. Belə deyək də, şadlığına şillə atdılar. Ona görə bəhanə elədilər. Mənim anam mənə güngüründən zəmbi gətirdi. Mənim eltim bir yıldadırdı ki, nədir, qapının ağzına qoyurdu, yazarvadı qoymurlardı ki, evə girməyə. Qoyurdu, gedirdi. Mənim eltim götdü sunkaları belə elib, getdi. Onların ixtiyarı yoxdur axı. Amma gözümün yaşı bax belə girib otaqda belə axtmışam. Dinməmişəm də. Amma axıra yoxun ağzıma gələni dedim, dindim. Yox, bu cehiz nə olan şeydir? Mənim qonşum qızım verdi, 70 mindən çox cehizə pul verdi də. 3 aydan sonra qayıtdı gəldi. Bu cehiz nə olan şeydir axı? Deyəsən Murad əyləni çıxardı batıb zanlı yayıma. Mən eləsi kişiyə, mən ona elə bax, indi çıxıb Mehelin canlısına, onun bunun canlısına mənim kirimdir ki, Füzuli alimenti.
Ha, Füzuli səhər gedir, axşam gecə gəlir. Füzuli kimin alimentini yeyir? Ay tövbə, bax bu ay aldım alimenti. Uşaqların ayaqqabısı yox idi. Getdim ayaqqabı aldım. Ona Qurana and olsun, ət də almamışam. Onu çıxıb gəl Mehrin canısına çıx. Bax əvvəl şeyin canısına çıxmışdı. Ay Allah, Səfərin canısına. Səfərin canısından çıxdı, getdi Mehrin'də. Mehrin də nömrəsi direktə alır. Mənim keçmişdə Nikalaydan boşanmışdım. Uşaqlar da balaca idi. Onda mən döyülmüşdüm. Bu şey kimdir? Bu Səfər kimdir? Bu Çeçenə oxşuyur bir dənə saqqallı oğlan. O kimdir ki? Səfər bilmirəm. Yox, o arada bir mənim qabağıma çıxır. Rus bilmək istəyirəm o kimdir, canlısında adam da çox olur. Bir dəfə Toyli Qızad da qoşmuşdu canlısına. O da ATV-də olub, gözəl vaxt idi. Yox. Çıxıb de, qardaşım da Səfərin canlısına çıxdı. Yalandan qardaşım dedi ki, bacım qəsdən yandırıb uşaqları. Yetirdi mənim qardaşım, mənim qapımı açmır. Gözəl O uşaqların... Səfərin canlısında mən misafir istədi. O gün sən oraya qoşulanda. Orada onun sümsi moderatörü kimsə bilmirəm, sümsi moderatörü. Nədən mən pis sözlə yazan deyildi. O sümsi moderatörü mən attı bloka. Elmar. Tanıyıb da səni. O bilirəm mən çıxsam elə yaxşı sözlər deyəcəm eləsi adama. Gözəl. Ay gözəl. Salmanla barışmadınız. Lazımdır. Mən töybə demişəm. Mən töybə demişəm. Bazılarım da mənimdir. Mənim qalmaya qalan lazımdır. Buradan. Buradan çıxıb. Bir də bunu. Bax indi. Səfərin canısına çıxıb gör nə deyir bu. Söylese sen de çıkartacağım. Ben onu çıkarttım. Sen kişi kadınsan. Ahlaksız kadın. Sen ömrün bana yanıyor. Yanında kriyeti çek. Gördünüz? O mənə əxlassız dedi. Bıçaq adını dedi. Heç birini silmə. Onları silsən səndən inciyərəm. Silmə. Öyle silməmişəm. Silmə. Sənin əlindəki o faktla onu darmadağın eləyəcək. Ələsmə. O özü öz dilindən Demir düşmə. ayın 5'i gələcəm. Demir ayın 5'i gələcəm. Hara gəlir. Hara gəlir. O hara gəlir. Mən sıbıqda qoyacam faktları. O hara gəlir. O xaşmazdan durub Qəbəliyə gələndir gözəl. Eşidir, gör nə deyirəm. O hansıdır o günkü qocadır, o səsi çıxan. Hə, o Qəbəliyə. Onun vaxtı yoxdur, qoca adamdır, nəvələri ilə oynayır, deymi? Yox, o məni durub söyür. O yadında saxlasın ki, mən ona heç nə demədim. O birinci başladı. Mən ona bir dənə sadəcə dedim ki, gözəli haqsız yerə söymə. Hamımızı qatdı bir-birinə, mən də saxlamışam. Mən də sənə söz verirəm. Qoca adamdır, yaşlı başlı adamdır. Axırda bizə qalib gəlsə, mən şərəfsiz olaram. Çünki sənin öz dilindən çıxan sözlər sənin özünü yıxacaq. Qoca arvaddır, yaşlı başlı adamdır. Dəymiyin, qoyun işi ilə məşğul olsun, nəvələrini oynatsın. Qoca adamdır. Çay vermişəm. Daha gelibdi üzüm qırxmağa. Allah. Yeməyə qoyacam qızsın. Qoca olmaq ayıbdır. Başa düşmədim. Yox, biz də vaxt gələcək qocalacağıq. Bizim də onda nəvə nəticə oynayacaq vaxtımız olacaq. TikTok'da çıxıb kimsə cumub söymək yox. Döyüş söymək yox. O insan qoca adamdır. Mən kimi, bizim kimi cavan insanlar ondan geri geçə örnək götürməliyik. O söyüşlə danışır, qoca adamdır. O mənə əxlassız deyir, o mənə pozğun deyir, quça qadını deyir. Mən də quça qadınlığımı sübut eləyəcəm ki, sən xaçmazdın, mən Qəbələli. Qəbələli mənim əxlassızlığımı bilər. Ondan sonra quça qadınlığımı Qəbələli bilər. Sən xaçmazsın, sən nə bilirsən, mən quça qadınıyam.
Yəni səni mənim keçmişki qaynanamla sən əlbir olmusan, əlbir olmusunuz siz bir yerdə ki, mənim keçmişki qaynanam da deyirdi ki, nədir, keçmiş qaynanam, keçmişki yoldaşım, səni dedi bir adamın əlinə səni o evdən çıxardacağım. Yedindir, mən arasın, neyəsin, çıxart, qanun var, qayda var. Çıxardasan ev verəsin. Çıxardasan oran o çatın deyəm. Ay deyip bir ay ne çıkartacak Yorursan, niye o çana yorursan, niye onun kanun vericiliği başına hiç kimi onun istediğini elə bir yapmaz. səlahiyyəti yoxdur. Sən niyə ona baş qoşursan? İndi dəlinin biri çıxıb bir söz deyib ona niyə inanırsan? Onun elə bir səlahiyyəti yoxdur ki, kiməsə ev versin, kimsə evdən çıxartsın. O sadəcə deyir, öz-özünə deyir. Sən də qoy saxla, faktları əlində, onu yıxmaq üçün. Keçmiş qaynanamın o çatın deyəm. Elə o çatdan çıxmamışam. Olan üstündəyəm. Məni buradan çıxarsalar, orada mənə sığınacaq kimi verərlər də, hə, verəcəklər. Dedi, qanun var, qayda var, sənin üstündəyəm. Umumiyyətlə, Sabit bir dəqiqə icazə ver, mən gözəlim bu sözünə mən bir qanun şəkildə cavablandırım. Ümumiyyətlə, sən o evə gedəndən sonra daşınan daşınmayan hansı bir əmlak əldə olunubsa, sən ora düşəndən sonra, sən onun hamısına şəriksən. Sən onun hamısına nikahdan sonra nə əldə olunubsa, daşınan daşınmayan hamısına sən şəriksən orada. Mənlə bərabər maşın alınıbdır. Gözəl, səni o evdən... Maşın alınıb verməyə kəmiyə yarısı sənin. Gözəl, səni o evdən dövlət bilsən hansı halda çıxarda bilər? Hansı halda? İraq olsun, yaşadığın məhəllə üzrə, yaşadığın bina üzrə, blok üzrə, qonşular yığışar, gedər, kütləvi şəkildə səndən şikayət yazarlar. İstər, yəni İraq olsun, əxlaqınla bağlı, qonşuları narahat eləməyinlə bağlı, pis göstərdiyin davranışlarınla bağlı, belə deyək də, kütləvi şəkildə səndən şikayət gedər. Hə, onlar araşdırar, fakt təsdiqini taparsa, səni o evdən xaric eləyərlər, çıxardarlar. Yoxsa mənim beynimə düşüb gedirəm, şikayət eləmək gözəl evdən çıxardım. Kimdir məni it yerinə qoyan? Elə şey olur, dərəbə eləyir. Bu adam orada sığınacaq, üstündə də 2 az yaşlı uşağı. Hər dərən itinə görə araşdırılır, bu araşdırılmalıdır. Yox, qətiyyən gözəl, o haqda qətiyyən narahat olma. Sən heç kim o müdaxiləni eləyir. Gözün yorma. Narahat deyiləm. Buz kimi də sakin ol. Qardaş başıma dönüm, rayon rəhbərliyi var, rayon icra hakimiyyəti var, prokurorluq var, məhkəmə var. Nə danışırsan sən? Elə şey olur, harada görürsən? Elə bu günləri oradan hamı dinlədim. Yox, Sovyeti mən o tullamalıyam. Harada görürsən? O vaxtı boşananda mənim keçmişi qaynanamla yoldaşım dedi ki, bunları boşa. Tamam, bunları boşat. Bunları dedi ki, get evin oradadır. Bu Rusun evidir. Get daşırsan, daş koymamısan, get. Sağ olsun başçımız. Təşəkkür edirəm başçımıza. Mən bir dəfə o biri tərəfin yayınında belə bir şey eşitdim. Dedilər ki, güya sənin o birinci yoldaşı səndən yaşda balaca olub. Hoş gəlmişsən. Hoş gördük. Mingə çevir. Ay gözəl. Sən əgər qaynananın evində qeydiyyatdasansa, o uşaqlara görə düşür. Sən tələb edirsən. Qeydiyyatdayım. Kreşdə olursunuz xanım, proyektdə. Ya şəhərin özündəyəm. Ana bacı, onun üstündəyəm, onun o çatındayım hələ. Uşaqlara görə Gözəl. çizər görə Ay gözəl, bir də gör nə deyirəm. Yok. Burada kanun pozuldu. Sabit bir dakika icazə verin, kanıma cevap vereyim. Bu dəqiqə fərq etmir, uşaq var, yoxdur. Nikahdan sonra əlində olunmuş, daşından daşınmayan əmlaka xanım şərikdir. Nikahdan sonra əldə olunan hər bir sənətdə ayın tarixi var, nikahda da ayın tarixi var ki, hansı ayda təsdiq olunur. Yox, bilirsən, Nikahdan sonra əldə olunmuş uşaq var ya yoxdur. Burada bir dənə bir şey deyim də. Sən orasını düz deyirsən. Ailəli olan dövrdə əldə olunmuş mal mülk yarı bölünür, papalam. Amma burada bir şey var da, qoy mən bir düzəliş edeyim. Orada tək nikahsız belə olsa, ailə müddətindədirsə o bölünməlidir. Nikahsız müddətdə. Çünki uşağın atalığı
mübahisələndirilir də, mübahisələndirilir. Təsdiq olunur ki, uşaq bunundur. Ona görə bunun malı mülkü bölünür ortada. Kardeş, uşaq olmadı. Nicahdan sonra elde olunmuş emlak hamısına şərikdə İkimiz də eyni sözü deyirik ki, ailənin müddətdə ve sana da bugün atalıq verirse, eşidiye almet verirse deməli o uşağın atalığını da verir. Ve o uşağın da şərikdə ora. atalıq verməsə ona aliment verir. Bax, mən bir dənə də bir şey deyim. Məsələn, ailəli müddətdə ev tikiblər. Heç tutaq ki, gözəl orada əziyyət çəkməyib. Məsəl üçün deyirəm də, yenə bölünür. Çünki ailəli olan dövrə düşür. Amma qulaq asın. Gözəl, bir də sənə bir şey deyim Qurbanə. Bir dəfə mən o biri tərəfdən eşitdim ki, da o adını çəkmirəm, onların yayında eşitdim ki, sənin birinci ərin səndən yaşda balaca olub. Yalan söylüyor. Yox. Ay yox, mən balacayam onların yanında. O məndən böyükdür, böyük qardaşdır o. Mən balacayam. Aynen. Görmürsünüz, yaşlı görsəlim, mən yox. Neden ben de şəkilə baxdım, gördüm düz demirlər. Yox, mən balacayam. Amma onu deyim sizə, məhkəmə quruldu. Mən aliment də istədim, bir də ev istədim. Ev dedi ki, bax qanunla dedi, daha məhkəmə dedi ki, sənə sığınacaq kimi sənə ev verilmədi, sən ulan o çatındasan. Ay gözəl, niyə eləmədi sənə bu şey? Bax, buradan sənə bilinir ki, gözün top deyil. Verildi daha sığınacaq kimi verildi. Mən getmədim yaşamağa. Onun pulu istəyir. Ha kardeş, Diğer bak pula burada bir çevirip mesele var. kullanıyor. O ev 100 kvadrattan ibaretse o evde de sakinler var, yaşayan insanlar. Onlara bölündüğü kadar buna da Mən yola getmərəm. Turan. İndi Turan, gör nə deyim, mənim xalam qızı kimi qız olsaydı, indi gel oranı dağıtmış ki, mənə də pay verin. Gözəlin gözü toxluq uçurdu poluna aparıp satmıştı. Allah bu qız gözü tox qızı deyil, Turan qızı deyil. Mənə məhkəmə dedi ki, sən bunlardan nə istəyirsən? Dedim, aliment kəsilsin. Bir dedim, orada sığınacaq. Dedi ki, sənə sığınacaq mən, o kimin üstündəsən? Mənə sual verdilər də, məhkəmən birinci məni qalxızdı. Dedi, qızım, sən bunlardan nə istəyirsən? Dedim, uşaqların alimentini. Uşaqların alimenti. Dedim, üzr istəyirəm, üzüm sizin ayağınızın altıda. Qızlar gəlibdi. Mən bu uşaqlar bulanımdır, mənim uşaqlarımdır. Nə olsun mən dünyaya gətirmişəm. Aliment istəyirəm. Sonra qayıtdı, alimenti kəsin olsa. Dedi, başqa nə istəyirsən? Dedim, onda ev istəyirəm. Qayıtdı dedi ki, sənə sığınacaq dedi, ev veririk. Get qal. Mən də dedim ki, yox, larına qalmaqsa veribdi, məhkəmə verdi mənə sığınacaq. Mən sənə bir şey deyim. Burada mən sən nəyi demək istəyirəm? Sən deyərdin ki, sən deyərdin ki, 3000, 5000 nədir, onu ver də, heç qalmaq istəmirəm sizdən. Amma mənim uşaqlarım oranın o çatındadır. Gələcəkdə uşaqlar böyle... Bizə mən hardan biləm oranın çatındadır? Yok. Mən hardan bilirdim sən oranın çatındasan? Sabit, orada olan daşınmayan, danışına bilmeyen emlakdır, ev. O evde buna verilirse yer, bu gedib orada yaşamalıdır ve ben narahat verilirse icra məmurum qulaq at, çağırmalıdır oraya ki, məni öz ayrılmış yerimden narahat edirlər məni. Məhkəmə çıxartdı qətnamədən mən narahat edirəm. Bu ixtiyarı var. Amma mən hardan bilirdim ona gözəl düşmüş, oranı? bir dakika gör nə deyirəm? Ona düşmüş oradan həmin kvadratı o ev yiyəsi istəsə, deyə bilər ki, misal üçün, mən bu insanı hərrac edirəm, bunun payına düşəni. Məsəl üçün 5000, 10.000 ona gözəl də razı olsa, Bəs mən də deyirəm, ay Turan, ölənlərə rəhməti deyirəm ki, gözəl, deyərdin onun əvəzində pul verin də mənə. Məsələn, mən hardan bilirdim Turan, gözəl oranın çotundadır. Çünki gözəl soyadı İsrafilovadır. Bilirdim ki, oranın çotundadır. Gözəl olmalıydı Salmanova. Veysalova gözəl Turyanov qızım. Nə şeydi ona, Veysalova, Salman neydi? Veysalov olmalıydı. Amma İsrafilovadsa, mən bildim ki, qarşı tərəfin çotundadır. Onlar soyadını daşıyır. Çünki gəldilər, ay qardaşım, ay bacım, icra nümayəndələr, bax bura gəldən mənim öyümən.
Məni gəldilər, dedilər ki, səni aparaq ora, qeydiyyat, orada sən oranın qeydiyyatındasan. Gəl qalaq. Mən də qayıtdım, dedim ki, istəmirəm. Onlarla mən yola gedə bilmərəm. Mənim qaynanam yabadır. İstəmirəm, məni qoymayacaqlar orada oturmağa. Dedi, elə, dedim, hə. Məni birinci məhkəməmdə, yox, üçüncü məhkəməmdə Bilirdin də, təzdən səni yenə orada iynələyəcəkdilər, yenə səni yola Özüm veriləcəklər. getmədim, istəmirəm. Kama yazıb ki, aliment alırsan, bəli, alır, Kama alır. Hətta sağ olsun, Gülnar xanım biraz Alıram. artırdı da. Amma aliment belə deyək ki, azdır da bunda. 286 da nə qədərdir? Əvvəl 120 manat alırdı, indi elədi hardasa 200 neçə manat. Gözəl. Ay gözəl, alimentin indi nə qədərdir? Hə? İndi Alimentin nə alimentin qədərdir? hal-hazırda nə qədərdir gözəl? Əvvəl 120 manat. Əvvəl 120 manat aliment alırdım, indi nə qədərdir manat? 192 manat. Oo, 192 o da manat. var. İki uşağa verilən alimentdir da o. Amma belə Bəli. götürəndə gözəl 2 uşağa 190 manat azdır da, yenə azdır. Yox, burada ki, bir məsələ var. Yox, azdır söhbəti deyil, axı qanun var, qanunvericiliyi var. O bunun uşaqların atası da əlil insan da ona görə məhkəmə o cür çəkir. O cür qətnamə çıxardım da. Faizle kesin. Aydındır, aydındır. Düzdür, gözəl. Hə, hə? Faizle kesilib da yəqin aliment. Hə. Ona görə də. Ümumiyyətlə o tək tərəf pensiyalan insandır, yəni xəstədir də.